Bu əslində biz reklamların qurbanı gedirik Zahid müəllim. Baxın, biz informasiya mühitində yaşayırıq. Ya istənilən informasiya hansısa məqsəd üçün yaradılıb və kimsə tərəfindən yaradılıb. Mən bayaq dediyim kimi, ya özünə problemi yaratsın, ya sənə problemi yaradacaqlar. Biz o mühitdə yaşayırıq, hansında ki, kimsə həmən informasiya problemini yaradıb bizim üçün, hansı ki, biz yaratdığımız məsələ deyil, onun bizim üçün yaratdığımızdır. Biz onu görmürük deyəni özümüz də o problemin içərisində yaşayırıq. Bu o demək deyil, kimsə oturub düşünüb ki, necə eləsin ki, sənin uşağın belə olsun. Bu, bazarın qaydaları var. Ümumiyyətlə, dünyada qaydalar var, hansılar ki, dəyişməzdir. O, insanın düşüncələri deyil, qaydalardır. O qaydalar müəyyən bir bazar dinamikası, müəyyən bir hərəkət mexanizmi yaradır. O qaydalar çərçivəsində müəyyən axarlar fərqli yollara gətirə bilər. Və onun nəticələri ola bilir ki, bugünkü məsələlərdə müəyyən bir dəyişmələr və s. baş verir. Amma biz axı eyni zamanda özümüzün öz ətrafımıza təsir etmək gücümüz var axı. Var. Biz axı həmən o bazarda o tələbatı qurmaq imkanımız da var axı. Bugün Trendyol çıxandan sonra Azərbaycanda paltar satışı ilə məşğul olanların hamısı krizisdədir. Hə. Niyə oyunları kim o krizisə qoydu? İnsanlar almadılar, getdilər Trendyoldan almağa. Bugün sən bu, yəni dünya miqyasına çıxmaq imkanın var bir insan kimi. Sən buradan orada hansısa bir iqruşkanı almaya bilərsən, xaricdən də ala bilərsən, misal üçün. Və min cür hərəkət var. Problem ondadır ki, biz o barədə düşünmək istəmirik, yormaq istəmirik özümüzü. Baxmaq istəmirik. Biz elə onu standart yaşamaq istəyirik. Hamı necə, biz də elə ilə. Hamı necəyə qalanda mən istəyirəm bu məqamında dediyim. O bir mütəxəssis vardı, adı yadına çıxıb, yaxşı bir sözdür. Deyir ki, 99% insanlar düşünmürlər. Bilirsiniz nə deməkdir? Cəmiyyət çoxluğun etdiyini etmək o deməkdir ki, sən çoxluğun halında yaşayırsan. Çoxluq isə varlı deyil. Hə. Çoxluq isə xoşbəxt deyil. Sən çoxluğun hamı edir düşüncən varsa, onda hamının elədiyini eləyəcəksən, hamının da aldığını alacaqsan. Ona görə də sən özünü görmək, ətrafı görmək, hadisələri görmək bu cahın qalxmalıdır. Yəni sən palaza bürünüb ellə sürünməməlisən. Sən palazı görməlisən, eli də görməlisən. Elə eləməlisən ki, elin içində olasan, amma özün ola biləsən. Özün ola biləsən. Zaten bu bir növ özünə dəyər vermək, dəyərləndirmək, özünü... Baxın, özünə dəyər vermək sözü maraqlı sözdür, amma nəticədə nəyə çıxardır? İnsanlar özünə dəyər verməklə özünü problemlərin üstün bağlamağa yəni gəlib çatırlar. Deyir ki, özümə dəyər verirəm, mən misal üçün, baxırsan ki, insan hirslidir. Hirsi var bunun. Və səhv hirslidir də, yəni cəmiyyət görür onu zaten səhv hirslidir. Özündən danışsan, deyir, o mən elədi, ona görə hirsləndi. Mən özümə hörmət eləyirdim, təkəbbürlük eləyib. Biz sözlərdə qoyduğumuz məna çox itib. Baxın, biz bir-birimizlə danışırıq, amma biz ikimiz belə danışdığımız sözlərin içinə girsək, fərqli şeylər başa düşəcəyik. Düzdür. İndi bax, təsəvvür edin ki, biz o sözü bir nəfər deyir kiməsə, o adam elə bilir ki, başa düşdü. Bu amma elə bilir ki, o filan cür başa düşdü. O bir müdrik insan olur. Nəsə bir tələbələrlə bir yerdə, bir müəllimdir, yol gedir. Bir tarlanın yanından keçirlər. Tarlada da bir kəndçi taxıl əkir. Bu əlini qaldırır, belə eləyir. Tarladakı da əlini qaldırır, belə eləyir. Bundan soruşurlar ki, nə baş verdi? Deyir, mən dedim ki, Allah təkdir. O da dedi ki, biz ikimiz də onun qulluğundayıq. Quluyuq və tabiyik. Gəlirlər o tərəfdən kəndçidən soruşurlar ki, nə söhbət elədin sən müəllimlə? Deyir, müəllim dedi, bir gözümü çıxardaram, mən də dedim, iki gözümü çıxardaram. Bu da insanın davranışının nəticəsi. Biz sözləri o gündə başa düşürük. Başa düşürsünüz? Yəni, sözlərə o qədər mənaları dəyişə gəlib ki, bugün o sözlərdən istifadə insanlara heç nə vermir. Baxın, uşaq birinci dəfə quş görür. O baxır ki, nəsə pırpızlanır orada uçur. Deyir ki, ana bu nədir? Anası deyir ki, bu quşdur. Ondan sonra o uşaq o quşu görməyəcək. O fikrindəkini görəcək. Təsəvvüründəkini görür. Biz bir məsələni vaxtında bir cür həzm eləyirik və bir məna verib qatırıq, otururuq beynimizə. Sonra onu qayıtmırıq. Necə ki, o uşaqlıqla bağlıdır. Və biz ora çatanda beyin deyir, yəni narahat olma, mən bilirəm. Bax, o bilirəm temasında sən nəyə deyildi onu görmədin. Bir yaxşı texnika var.
bu idmançıların istifadə etdiyi texnikada maraqlı texnikadır. Deyir, əgər yeni bir bilgi öyrənirsənsə, xarici dildə öyrən. Çünki beynin o sözləri tanımır deyən, onu başlayacaq diqqət eləməyə. Öz dilində öyrənəndə, yəni kitab oxuyursan məsəl üçün, öz dilində öyrənəndə o sözlər beynin məna qoyub. Ona baxanda sən elə bilirsən ki, bilirsən. Amma xarici dildə öyrənəndə bu nədir belə, araşdıracaqsan. Onun mənasını başqa cür, yəni həqiqi mənasını tapmaq imkanın daha genişdir.